Əslində bugün psixoloji problemlərin artma səbəblərindən biri də məhz ifrat sürətin olmasıdır və hər şeyin sürətlə baş verməsidir. Texnolojinin yaratmış olduğu üstünlüklərdən biri məhz sürət olsa da, digər tərəfdən biz görürük ki, bu insanlar üçün müəyyən problemlər də yaradır. Bugün istər boşanmalar, istər şəxslər arası münasibətlər, qohum münasibətləri, doğmalar arasında münasibətlər, dost münasibəti, bütün bunlarda yaranan problemlərin əsas səbəblərindən biri də məhz sürətin olmasıdır. Hər şeyin sürətlə baş verməsidir. Yəni, ailə daxili konflikt dünən də olmuşdu, bugün də var. Ancaq dünən sürətin az olma səbəbindən insanlar bu cür problemlərdə daha dayanıqlı idilər və bunun həlli üçün mücadilə aparırdılar, mübarizə aparırdılar və zaman keçdikcə biz görürdük ki, problem hansısa formada öz həllini tapır. Ancaq sürət əslində insanın psixoloji dayanıqlılığın az olma səbəbindən bu cür konfliktlərdə tez qərar verir və problemi tez həll etməyi düşünür və nəticədə biz görürük ki, kiçik bir ailə daxili konflikt zaman keçdikcə boşanmaya gətirib çıxarır. Yəni, bugün kimi danışdırsan, deyir, vaxtım yoxdur, zamanım yoxdur, çatdıra bilmirəm. Bütün bunlar nədir? Sürətin göstəricisidir və həmin o, belə deyək də, günlük həyatın içərisində o insan nə qədər faydalıdır, faydalı işamsalı nə qədərdir, biz onu bir araşdırsaq, tədqiq etsək, görərik ki, həmin insan özünə, öz işinə bəlkə də günün 20%-ni, 30%-ni həsr edib qalan şeylər isə qeyri-məhsuldar, heç bir faydası olmayan fəaliyyətlərə yönəlib. Yəni, tamam deyə bilərik 60%, 70% də ola bilər. Ancaq yenə də biz istəsək zaman ayıra bilərik, vaxt ayıra bilərik. Sadəcə sürətin çox olması biz insanlar üçün bəzən çox yaxşı bəhanə, çox yaxşı fürsət olur. Qeyd etdiyim kimi, psixoloji sağlamlığın vacib komponentlərindən biri də zamanın doğru idarə edilməsi, dolayısıyla sürətin içində ətalətin qorunub saxlanmasıdır.